Herkese salam dostlar, kanalıma hoş geldiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bugünkü videomda sizlere hem ətli cücələrimizin son durumunu, reembrasyonların göstermek istəyirəm, danışmaq istəyirəm. Hem de digər ən birinci çıxan böyük cücələrimizi də inşallah gösterip sizlere onlar hakkında da danışmaq istəyirəm. Bu iki cücələrimizi bugünkü videomuzda göstereceğim. Əlavə olaraq da cücəmizin biri ölüb. Onun hakkında da niye ölüb, sebeb nədir danışacağım. İlk öncə cücələrimizin günlüyünü deyim. Bu günləri bunların 23 günlükləri tamam olub 24-cü günə keçiblər. Axşam cücəmizin səhər gəldim, cücəmizin biri ölüb. Səbəbi də odur ki, uşaqlar, bu bildiğiniz bu şüşə lambalar var, Dədə Baba lampalarda, biri də orada böyüyündən asmışam. Bunlar bilirsiniz ləğv oldu. Mən bu ləğv olmamışdan qabaq, yəni ölkəyə gəlməsi qadağandı artıq. Ləğv olmamışdan qabaq alıb biraz yığmışdım evə, amma bu illəri biraz cücə çoxaldıq, biraz cücəmiz tez çıxdı, onun içində yandı. Burada hünüşkalar saxlayırdıq, cücələr saxlayırdıq. Bir ikisi orada yandı. Qısacası bir neçəsini elə yandı, xarab oldu deyə əlimdə az qalmışdı. Gəlmədiyi üçün də tapa bilmirdik. Cəmi belə lamıçqalar çıxıb indi də uşaqlar. Bunu da gedib alırsan, sadəcə bir dənə bu içində spray olan yerdən istilik verir də, kənarına falan istilik vermir. Bu da çox az istilikdir, özü yüzlüydür. Böyüyündə tapmaq olmur. Yəni mən saatda yaşayıram, saatda tapmaq olmur. Onu deyim sizlərə. Təəssüf ki, cücələrimiz bura biraz soyuq oldu. 2 gün cəmi bura biraz soyuq oldu. Havalar çox soyuq keçdi. Nədənsə biraz isti keçdi. Sonra qəfildən havaların temperaturu düşdü aşağı. Havalar qəfil soyudu, soyuq keçdi. Ona görə 2 gün cücələrimizə soyuq oldu. Bilirsiniz ki, 2 dənə ən yekə iri cücələrdən var idi. Bunun tayı biri balaca vaxtda ölmüşdü. Onu da sevib çəkib sizlərə paylaşmışdım. Bu da içinin ən böyük cücələrindən biri idi. Dünənləri səhərdəndən görürdüm, ha bunda biraz nəsə problem var. Amma diqqət eləmədim, fikir vermədim. Dedim, yəqin ki, elə belədir də, heç nə olmaz. Amma axşam gəldim, yerlərini təmizləyəndə, yem qoyanda gördüm ki, qızdırması var gecə. Bir dənə oksitetraskrin qoydum boğazına, amma təəssüf ki, səhər gəldim, ölmüş halda tapdım. Çox üzr dilərəm həqiqətən, çünki birincisi öz səhvimdən olub. İkincisi də ki, uşaqlar, bir 15 dənə cücə almışdım. Bundan 1-2 dənə damazlıq saxlamaq istəyirdim. Görək yumurtasından bala çıxır, necə olur, nə olmur, damazlıq saxlayanda necə olur. Ölməyinə çox üzüldüm də, biri də balaca vaxt ölmüşdü. Ölməyinə çox üzüldüm. Təbii ki, balaca vaxt ölen arxası üstə aşıb ölmüşdü. O başqa problem değildi. Xəstəliyinə bağlı problem değildi. Amma bunu sırf bilirəm ki, özüm soyuğa verdim. O məqsədlə öldü. Maşallah cücə də, yəni baxın, artıq nə boydanadılar. Rahat düşünürəm ki, təmiz əti 600-700 qram gələsi cücədir. Bu da içinin təbii ki, yəni tam böyüyündən də deyil, amma içinin böyüklərindən də ən azından xoruz idi. Xoruzlar bilirsiniz ki, daha yüksək çəki verir fərələrə nisbətən. Yəni qısacası bunların vəziyyəti budur. Qabaqlarında da yenə o göstərdiyim iri yemdən var. Prosta qabı doldurmuşdum. Biraz axırı deyini, o çox oxuntuğu qalıb. O görürsünüz də yəqin ki, yemi gördünüz də, baxın. Bu yemdən qoyuram, biraz oxuntuq kimisi qalıb dibində. O yemdən qoyuram. Sularına bu günləri şey qatmışam, sirkə qatdım, qoydum səhər. Yerlərində də bu işıqlar artıq buranı qızdırır. Amma içində hələ bir dənə də xəstə kimi cücə var. Hətta odur, baxın o cücə hələ də biraz xəstə kimidir. Ona da sirkəli su qoydum. İndi axşama doğru təkrar ona dərman atarım, əgər düzəlməsə, yaxşı olmasa. Edəcək bir şey yoxdur. Yəni o bir söz var, cana gələcəyinə mala gəlsin, amma bunlar üçün də əziyyət çəkirik deyə heç istəmirdim. Belə bir hal yaşayaq, belə bir problem yaşayaq. Amma təəssüflər olsun ki, cücəmizin biri də öldü. Edəcək bir şey yoxdur. Bunlara gələndən sadəcə 3 dənə suya 3 dənə oksitetraskrin qarışdırıb bir dəfə vermişdim, verməmişdim, heç bir problem də yaşamamışdım. Bu sadəcə soyuqdan oldu. O da ki, bu lampaların ləğv olmağı və satışda istilik lampası tapmamağımızın problemidir. Mən də Saatlı rayonunda yaşayıram uşaqlar. Rayonumuz çox balaca rayondur və o belə loru dildə demək lazımdırsa çox ölü rayondur da, başa düşdünüz. Buradan bir şey tapmaq çox çətindir. Balaca rayon olduğu üçün təbii ki, belədir. Yəni böyük rayon olsa hər şey tapılar, amma bir şey tapmaq çox çətindir. Tapa bilmədim, iri lamıçqa tapa bilmədim istilik verən. Ona görə bu illəri bu istilik barədə çox problem yaşadım.
İndi görək də qismətdə nə olar. Hələ ki bunları tapmışıq. İndi axtarıram. Bu qalanlar da dünən axşam tapıb gətirmişəm. Bir dənə 150, bir də 2 dənə 300-lük, bir dənə də 150 tapdım, aldım, gətirdim. O da harda qalır uşaqlar? Hansı ki mağazalar çox götürür və yaxud da ki biraz az satış edən mağazalar yoxdur. Onlarda əllərində bir dənə, 2 dənə, 3 dənə nə qalırsa elə qalır. İndi hələ də axtarıram. Hardan nə qədər tapsam alıb yığacam evdə. Yəni bu ili artıq olsa belə gələn istifadə edərəm. Alıb yığacam belə-belə evə. Bunlarla bağlı deyəcəklərim bu qədər. Keçək istəyirsinizsə o böyük cücələrimizi də sizə göstərim. Dostlar, bunlar da bizim böyük cücələrimiz, yəni ən böyük cücələrimiz budur. Ən ilk çıxan cücələrimiz bunlardır. Deməli burada 24 ədəd cücə var. Deyirsiniz ki, Ayxan, elə bil cücələr üşüyürlər, niyə buraxmısan çölə? Dostlar, təəssüflər olsun ki, bunlar artıq ayın 11-i, bir ayları tamam olub. Bugün də ayın 16-sıdır. Yəni bunların artıq rahatlıqla çölə çıxan vaxtlarıdır. Amma hava normal keçmir, yaxşı keçmir. Necə yaxşı keçmir? Bir gün isti olur, bir gün yağış yağır, bir gün hava tutqun olur. Yəni hal-hazırda bugün havanın açıq olması göstərir, amma hələ də gün yoxdur ortalıqda. Amma məcburən buraxmaq məcburiyyətəm. Çünki xoruzlar içində başlayıblar savaşmağa. Gördüm səhərdə cücənin, baxın, orada o cücə var ha, onun biraz da arxasını yaralayıblar artıq cücələr. Baxın, görürsünüz bəlkə də qırmızımtıl biraz. Arxasını onu biraz da yaralayıblar. Ona görə məcburən dedim ki, dayı hava biraz sərin də olsa bunları buraxacam çölə ki, biraz gəzsinlər, enerjilərini açsınlar. İndi inşallah gün çıxsa, hava biraz tutqun kimidir. İnşallah gün çıxsa artıq bunlara soyuq olmayacaq. Dediyim kimi bunların ayın 11-i, bir aylar tamam olub. Yəni bir ay 5 günlükdülər, 35 günlükdülər qısacası. İçində görürsünüz elə balaca cücə filan da qalıb. Bir dənə də ətcə cücə var. Yəni ətcə dediyim, yəni tüksüz cücə deyirik də, ətcə cücə deyirik biz ona. Bir ikisi elə balaca qalıb. O da məndən asılı olan bir şey deyil də. İndi nəsə o cinsi odur, ya nəsə indi xəstəlik keçirdi, bilmirəm də, nəsə qısacası elə olub. Normalda amma bunlar heç bir xəstəlik keçirməyiblər uşaqlar. Çıxandan bunlara, deməli yumurtadan çıxandan sadəcə bir dəfə oksitetraskilini su vermişəm. Başqa bunlara heç bir şey verməmişəm. Maşallah olsun, sağ-salamat da bugünə qədər böyütmüşəm. Bugünə qədər gəlib çıxıb. İçində buraxmalarımız var. Yəqin ki, onları özünüz görürsünüz. Baxın, odur. İçəridə bir dənə ağdır. Bunlar təmiz qan buraxmalarımızdır. Təmiz qan dediyim, yəni buraxmada yeri toyuqla qarışığı yoxdur onların. İndi görək inşallah böyüsünlər, axırları nə olacaq. Bu videonun başlığında ətli cücələrimizə verdiyim yem var idi. Ha, elə bil 2 nömrə yemdir də o ətli cücə, yəni broiler 2 nömrədir o. Bunlara da həmin ki o yemdən verirəm. Bu cücələrə də eyni yemdən verirəm. Dediyim kimi sağlamlıqlarında hələ ki bir problem yoxdur. Sadəcə istəyənlər var idi, görmək istəyənlər vardı. Mən də dedim göstəreyim. Biraz da çıxartdım ki, biraz ot yesinlər, torpaq yesinlər, nə bilim, eşələnsinlər, enerjilərini açsınlar. Çünki içəridə artıq bir-birlərlə həm dava edirdilər, həm də gördüm ki, artıq cücənin birini yaralayıblar. Dedim, yox, nə olur olsun, bu günləri mütləq bunlar çıxmalıdır ki, biraz gəzsinlər. İndi havada gün var idi, sadəcə tutuldu hava biraz. Gün olanda yenə də yaxşıdır, isti olur, soyuq olmur, üşümürlər. Analar da yanında da çox soyuq olarsa, indi bir qismini çox şişənləri yığar altına. Görək, axırı nə olur. Bunların da son vəziyyəti, son durumu hələlik ki budur. Başqa bunlar haqqında deyəcəyim bir şey yoxdur uşaqlar. Və son olaraq dostlar, istədiyim bu ördəyimizi də sizə göstərim. Çünki başqa bunun üçün ayrı bir video düzəltmək istəmədim. Yəni bu ördəyimizdə artıq bastırdığımız 6 gündür, 6-cı gündədir daha doğrusu. Bunun da yumurtalarına bayaq baxdım. Yəni sizlərə hər şeydən xəbərdar edeyim ki, bundan da xəbərdar edeyim. Başqa bir videoda artıq bunu göstərmək, ayrı bir video düzəltmək istəmirəm. Çünki bundan əvvəlki ördəyə baxdıq və onun üçün ayrıca bir video düzəltmişdim. Ətraflı şəkildə izah elədim sizlərə. Deməli dostlar, bu ördəyimizin də altına 16 dənə yumurta qoymuşduq. Maşallah olsun, 16 da doludur. Maşallah deməyi unutmayın. İnşallah hamısı da çıxar ördəklərimizin. Bu il maşallah, nə qədər maşallah dedim. Bu il ördəklərimizin toxumu yaxşıdır. Yəni həm fərə ördəklərimiz də yaxşı olub, həm də erkək ördəyimiz də yaxşı olub ki, yumurtaların hamısı dolu çıxır. Çünki 15 ədəd toyuq altına qoymuşduq, hamısı doluydu. 18 ədəd digər ördəyimizin altındaydı, onun da hamısı doluydu. Bunun da altında 16 ədəd yumurta idi, bunun da hamısı doludur. Düzdür, hələ çıxma çox var. Bilirsiniz ki, bu 36-37 günə çıxaracaq, hələ cəmi 6 gündür, bir ay tam olaraq düz 30 gün, 31 gün bunun çıxarmağına var. İndi o dönəmdə ola bilər ki, hansısa bir yumurta xarab olsun, bu da normal haldır. Genəldə mən lal ördəklər bastıranda 1 və ya 2 yumurtası
zaten görsən ki, çıxmır da. Yəni cəmi bir dəfə olub ki, bütün tam altına nə qoymuşamsa hamısını çıxardıb. Bir veya iki yumurta xarab ola bilir bu qırt yatma dönemində. Bu da normal haldır. Yəni bütün nə bastırırsınız bastırın hamısında olan hallardır. Amma yenə də həyətdə saxladığımız qazdır, ördəkdir, hündüşkadır, hətta toyuqdur. Ən yaxşı çıxarma oranı, yəni çıxarma faizi bu lal ördəklərdə olur. Yəni bunların altına nə qoyursan qoy, demək olar hamısını çıxardır. Bir veya uzaqbaşı maksimum 2 yumurta xarab edirlər, yəni çıxana qədər. Dediyim kimi maşallah olsun, bunun da hamısı doludur. Növbəti videolarda inşallah sizlərə əlavə olaraq da məlumat verəcəm. Hə, o bir ördəklərimizdən də danışım qısa olaraq sizə. Ağ ördəyimiz var idi. O hələ yumurtlamağa davam edir. Amma son 4 gündə, yəni gün aşırı yumurtlayıb. Yəni son 4 gündə 2 yumurta yumurtlayıb. Lal ördəklər normalda hər gün yumurta yumurtlayır. Amma olur ki, məsələn, bəzən də 2-3 yumurtadan bir, 3-4 yumurtadan bir, bəzən görə bilirsən ki, bəzi ördəklər bir gün ara verə bilir, məsəl üçün. Olur da indi bir gün görsən ki, buraxır, yumurtlayır. Amma bu ördəyimiz artıq 2 gündür gün aşırı, yəni 2 yumurtasını gün aşırı yumurtlayıb. Yəni 4 gündə cəmi 2 yumurta yumurtlayıb. İndi bilmirəm, inşallah bu axşam yumurtasa demək problem yoxdur. Yumurtamasa onda nəsə yəqin ki, problem var ki, o gün aşırı yumurtlayır. Sevmirəm gün aşırı yumurtlayan heyvanları. Hər gün yumurtasını, tez də qırt yatsın. Amma fərə macar ördəyimiz vardı, təmiz qan macar ördəyimiz vardı ki, fərə ördək hələ də yumurtlamağa davam edir. Onun demək yumurtası artıq 30'u ötüb, 35'e, 34, 33, 34 yumurta yumurtlayıb hələ də davam edir. Yumurtlamasında mənim üçün problem yoxdur. Toyuğumuz var, özü qırtlayar, özünün altına qırtlamaz. Bu burs ördəklər onsuz bunlar yerli olduğu üçün bu da ağda az yumurta yumurtlayır, yumurtlayacaq da biləm, ağda az yumurta yumurtlayacaq. Onun üçün onların altına əlavə edib bastıra bilərəm. Nə qədər yumurtlayır, yumurtasın bizə o qədər yaxşıdır. Balalarla çox olar satarıq inşallah. Belə dostlar, sağ olun, salamat qalın. Kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Suallarınız nə varsa cavablandırmağa hazıram. Çox xahiş edirəm sizdən. Ən sevdiyim izləyicilər həmişə dediyim kimi sona qədər izləyən izləyicilərdir. Çox xahiş edirəm, videolarımızı sona qədər izləyin, sonra sualınızı yazın. Bəzən video içərisində danışıram, inanırsınız, həmin videoda dediyim şeyi mənə götürüb yorumlarda sual olaraq yazırlar. Ona görə videolarımızı sonuna qədər izləyin. Bütün suallarınızı cavablandırmağa hazıram, absurd suallar haricində. Təşəkkür edirəm izlədiyiniz üçün.